Salam, hər vaxtınız xeyir olsun, əziz futbol azarkeşləri, dəyərli futbol sevərlər, Judo Federasiyasının FC Bazadan canlı reportajımız davam edir, hansı ki günün maraqlı görüşlərindən birində bir yerdə, hansı ki 10 duelində 10 yaşlarına ibarət Respublika çempionatında Binə və təhsil komandaları üzrədir meydana. Sol tərəfdə ənənə formada biz Binənin sağ tərəfdəsi təhsili görürük. Maraqlı bir görüş bizi gözləyir. Hərçənd ki oyunda sürətli başladı, yüksək tərəfdə qarşılaşma izləyəcəyimizə bu müjdədir. Endirilən zərbə dirəkdəydi. Buradakı ilk real qol epizodu Aydın Ağatalıbovun yetirmələri hesab açmağa çox yaxın idi. Baş məşqçi pozisiyasında biz Aydın Ağatalıbovu görürük. Onun köməkçisi də İqbal Abdullayevdir. Texniki zonadan hər iki məşqçi ayaq üstə görüş izləyir, tapşırıqlarını verməyə, hərçənd ki bəzi məqamlarda iradlarını bildirməyə. Murat ona ara geçsen ay Murat. Təzyiq var idi orada. Binənin 10 nömrəli oyuncusu Tuncay Rızazadə təzyiq edirdi. Qədər müdafiəyə qayıtdılar, səmti dəyişdi. İndi mərkəzə doğru ötürmə. Emil Rızayev diaqonalı çatdırmaq istədi, alınmadı. Ekranımızı maksimum dərəcədə bəyənirik, paylaşırıq. Zəhmət olmasa ki bu gənclərimiz, uşaqlarımız daha çox kütlə qarşısında, daha çox şəxs izləsin bu oyunu. Neftçi qələbə qazandı. 6-4 hesablı edilən Mulatçın önündə. Külək də getdikcə şiddətini artırır. Təbii ki, əlverişli hava şəraiti deyil, onu belə qeyd etmək istəyirəm. Əlverişsiz hava şəraiti oyunculara mane olur. Onun tempinə, topun hərəkətinə mane olur. Təhlükəli gəldi təhsil tərəfi. 9 nömrəli oyuncu endirilən zərbə. Orada özünü sipər edən bir oyuncu var idi, amma dəf edə bilmədilər. Mehdi Babayev kapitan sürüşmə fəndi ilə zərbənin qarşısını kəsmək istədi. Alınmadı. Təhsil tərəfi hesab açır. Görüşdə tilsim qırıldı. Qapının kilidi açılır. Təhsil 1, Binə 0. Bildirəm ki, Binə kollektivi buna tez bir zamanda cavab verəcək. Emil Rızayev diaqonala doğru ötürmə, yaxşı alındı. Bir qədər qüvvətli alındı bu ötürmə. Orada hey, orada kal. Orada kaydın. Out. Emil Rızayev atı yerinə yetirməyə hazırlaşır. Komanda yoldaşı ilə oynadı. Buran, həvəsdən düşmə, həvəsdən Alt təhsilin öndə pressing etmək istəyir Binə tərəfi. Ən azından elə ki, bərabərlik qolu üçün. Hadi get qıraya. Tuncay Rızazadə rəqimin üzərinə şığıyır. Top alma mümkün olmadı. Emil həmləyə qatılmışdı. Müdafiə artıq geri qayıtdı. Rızayev. Pas oynuyor. Rızayev. Tək toxunuşlu ötürmələr. Rızayev. Qaçı qaldı top. Zəfərlə ötürmələr etmişdilər. Mehdi Babayev, kapitan. Zəfər. Zəfər. Sadıqovun zərbəsi, orada bir toxunuş var dedim. Və korner. Orada bir qədər təşəbbüs ələ keçirib Binə tərəfi. Elə bu təzyiq onlara qol olaraq geri qayıdacaqmı? Zərbə meydançası səndəvərində kifayət qədər oyuncu mövqe top ötürmə ilə başladılar. Aydın Ağatalıbovun yetirmələri bir ev tapşırığı sanki yerinə yetirirdilər. Endirilən zərbə. Yaxın ikili düşüncəsi alınmadı. Burada açı top oyuna daxil etmədiyi istədiyi əsnada bir qədər ötürmədə səhvə yol vermişdi. Emil Rızayev. Cabarlı pressing edir.
Burada ayağını yüksəyə qaldırmışdım. Əslində 11 nömrəli oyunçu standart vəziyyət olacaq. Kifayət qədər təhlükəli bir nöqtədə cərimə zərbəsi izləyəcək. Qol gəlirmi? Ağa Talıbov məhz oyunçunun biri başqa qapıya zərbə endirməsini siz Zəfər Sadıqovdur deyəsən bu. Bəli, Zəfər zərbəni yerinə yetirəcək kimi görünür. 3 nəfərdən ibarət canlı səd var. Zəfər çərçivəyə baxış atdı. Zəfər canlı səddə dəydi. Sadıqov yenidən qazanır topu. Sadıqov yenidən pressing edir qazanmaq üçün. Bu ötürmə rəqib alında Norla. Zərbə indirə bilmir, daha bir cəhət. Müdafiə həbs ediblər. Tuncay Rızazadə addımlığında. Yusuf Aslanlı. On liqasında 10 yaşlardan ibarət Respublika çempionatı FC bazada Judo Federasiyasında məhz təhsili minimal hesablı üstünlüyü var binə önündə. Amma zənnimcə izləyənlər mənə qatılar ki, ötə dəqiqələr ərzində əmlələrinin sayı daha çox olan tərəf, hücumlarının kəsələr artıq olan tərəf binə tərəfidir. Təhsil isə qoldan sonra bir qədər müdafiə çəkilərək daha çox əks-hücum və kontratakları üstünlük vermək istəyir. Olan yaxşı çevirdi. Emil Rızayev mərkəzə doğru yenidən Nurlan Cabarlı düşünmək istədi. Ekranımızı beğenək, zəhmət olmasa beğenə paylaşaq. Bir qədər təkan verin sizdən. Ay Zəfər, başqadır, qabağa gedə, dala niyə qaydırsın? Keçməli yol, yox keçməsin. Qabağa olar, yerdə. Nətərəm beğenənlər, aşağıda darınızı görəm. Bu bəyənmələri istəmə səbəbim bu gənclərimizin, bu uşaqlarımızın daha çox kütlə qarşısına çıxması, daha çox şəxslərin bunları görməsidir. Ötürmə, Emil Rızayev. Emil'in zərbəsi orada ötürmə də vermək olardı. Görmədi zənnimcə komanda yoldaşını və bu əmlə Zəfəri bir qədər əsəbləşdirmişdim. Təhsili minimal hesab üstünlüyü var. Təhsil 1, Zəfər 0, binə 0. Qapıdan zərbə, üstəlik qazanan top Emili qarşılatıb. Və bu kornerdir, bəli. İkincdən zərbə. Qapısına sava hərəkəsi meydan rəqibə üniversitesində yer tutub bina adına. Qapı qarşısına asma istəyi. Daha bir korner. Təhsil 10 nömrəli oyuncusu topu meydandan çıxarır. Daha bir üçüncü zərbə icraatdan və yenidən yenə bir asma ola bilər. Başla zərbə və gol! Mehdi Babayev, kapitan, bəkləməyə bacardı. Standart vəziyyəti qola çevirdilər. 1-1. Baxılı bir qol kapitan ifasında. Müdafiəçi qismi də çıxış edir, amma görünür ki, tək kişi klasikar rol oynamaq, müdafiədə həmlələri uzaqlaşdırmaq deyil, qol vurmağı da bacarır. Artıq onlar da öz adlarına qapının kilidini açdılar, tilsimi qırdılar zənnimcə. Bu geri dönüşə bir müjdə ola bilər. Bir qədər də qoldan sonra artıq onlara inam sirayət edir. Daha bir həmlə. Rızayevin ötürməsi müdafiə. Üstəlik qazanan top Mehdi. Alt yerinə yetirilməlidir.
Genişliğe atın. Yerimiz. Zafer. Atın genişliğe. Atın xəttə dön. Aydın Ağat Talıbov oyuncularının da hansı ki wingerlərin bir qədər daha da cinaha çəkilməsini istədim. Hansı ki bunlardan bir də Zəfər Sadıqov idi. Topla bir qədər elədi, onun qarşısı kəsilir. Təsirli əks həmləsini izləyirik. Emil Rzayev bir tek bir müdaxilə ötürmənin qarşısını kəsir. Hazır. Çok sorama. Lucy. Çıkmamayalım oyunu. O tarafa. Lucy. Alt bizim de o tarafa. Bir ara ötürməsi keçmir. Emil Rzayev orada rəqiblə mübarizə aparır. Təhsilin 9 ömrəli oyuncusu komandası adına ötən dəqiqələr ərzində önəmli mübarizə aparan oyunculardan biridir. Burada golkiper keçid yoxdur dedi. Yusif Aslanlı yaxın küncünü bağladı. Paralel olaraq digər tərəfdə Moyk və Neftçi oyunu baş tutur. Həmin görkəsi həmkarım spiker adam şərh edir. Spiker adam. TikTok'a yazın çıxacaq. Biz isə bu görüşə nəzər yetirək və korner izləyək. Rzayev topun arxasında sırtırma ilə başlamaq istədi. Bu səfər alamadı eləməz. Binadına gələn qol da standart vəziyyətdən gəlib. Hansı ki korneri qola çevirmişdilər. Bir qədər sonra vəziyyətmələrin şahidi olacaq. Binadına artıq texniki zonada 3 nəfəri görürəm mən. Aydın Ağatalıbov bir qədər sonra oyuncuları meydana buraxacaq. Təbii ki, vəziyyətmələr başlayan zaman bunu da nəzərinizə çatdıracağam. İndi Yusif Aslanlı həmləni başlatmalıdır. Bir ara ötürməsi. Nurlanı düşünmüşlər Sadiq. Yoksa Zəfər Sadıqov həmlə qatılmaq istədi. Out binənindir. Ayxan Sultanov. Zəfər. Sadıqov görən edəcək. Yayında bir rəqiblə ötürməsi. Nurlan. İndirilən zərbə. Rzayev. Qısaq küncünün nişanında Asverter top qapıdan yeni keçir. Hərçənd ki orada bir toxunuş da var idi. Xudki daha bir korner. Standart vəziyyət binadını izləyək. Məsələ zərbəni indirən oyuncu Emil Rzayev topun arxasında. Qapı qarşısını ötürmə. Qarşılıqlı mübarizə izləyirik orada. Yerdə qalan oyuncusu var. Mehdi Babayev yerdə qalmışdım. Feri qalx dedi. Təhsil əks həmləsi. Ayxan itirmənin ünvana çatmasına imkan vermir. Görüşdəsə artıq 13 dəqiqəni yerdə qoyuruq və bir-birlik bərabərlik var. Əvəz etmələr başdır. 3, 6 və 9 ömrəli oyuncular meydana daxil oldu. Hansı ki Yusif Əliyev, Kənan Əliyev və Yusif Əliyev. Bir qədər belə səsləndirsəm, Əliyevlər artıq meydandadır. Bir o vəziyyətmələrin görüşən zür təsir olacaq. Ən əsası hesabda zür bir dəyişiklik izləyəcəyik. Təzyiq öz bərəsini göstərdi. Out. Kənan Əliyevin ötürməsi mərkəzə doğru Emil Rzayev. Zərbə indirmək istəyir. Cinahda Yusif də ötürmək istəyirdi. Bir qədər xəsis davrandım. Kənan. Yusif. Meydanda saxlama bacardı. Son müdaxilə. Təhsil 11 nömrəli oyuncusundan Out binənindir. İlk hissədə təxmin olaraq son 10 dəqiqə təhsil 1-1 onların duelində Çivazada Judo Federasiyasında bir-birlik bərabərlik var. Görək qalan vaxt ərzində fasiləyə qədər hesabda bir dəyişiklik olacaqmı? Hadi bırak ki. Yusuf. Yakında çalın çıktı ben demeyeyim. Aferin etirilməlidir. Ayxan Bey.
Kaptı. Helalsin. Yusuf Aslanlı. Gel gelişi, gel oraya, gel. Kenan. Diagonala doğru ötürmə. Yaxşı düşündüm. Topa çatmaq mümkün olmadı. Yusuf cəhd etsə də, həmlə etsə də alınmır. Out. Təhsilin. Ayma qabağında saxla onu. Təzyiq var. Yusufun zərbəsində sonunda bir müdaxilə var idi. Out. Ki belə deyirdin, ayrı yap. Mənə nə oldu? Nurlan. Yusufən ala bilmir. Yüksəliyi qazanan top. Hacı. Kenan nəzarət altında top meydanı tərk etdi. Başladı. Ahmet. Bir ortaya. O təkrar alınacaq. Bir qədər əvəzetmələr yenə yetirildi deyə Feri saxlamışdı. Dabir out bir qədər də irəlilədi binə oyuncuları. Kaza. Ahmet. Sen kes kazanı. Kenan Əliyev. Kimi tapırlar? Nurlanı düşündüm. Yusuf Dəmləyə qatılmışdı Yusuf Əliyev. Oyun sürəti qatılıblar. Həm sağdaşlar Yusuf Əliyevlər, həm də Kenan Əliyev. Nurlan. Nurlan Cabbarlıya orada imkan verilmir. Yusuf Şığır rəqib üzərindən topu yenidən qazanmaq üçün. Kenan orada Kamdalaşının köməyinə çatdı. Mərkəzə doğru ötürmə. Nurlan Cabbarlı. Qapıdan zərbə. Yüksəliyi qazanan top. Ortada. Koyma o framağa koyma. Gel. Hadi. Alt binənin. Burada bir qədər sonra bina adına daha kəvəz etmənə şahid olacaq. Ümid Məmmədov və Musa Abdullazadə meydana daxil olacaq. Hadi biraz o tarafa. Çokal onunla. Tut onu. Bak bir ya. Kardeş oyuncu götürün oynayın. Nuranısı səhvimi düzəldim. Dəqiq bilirsinizsə. Çünki məndə siyahıda verilən iştək ərizəsində Nurlan yazılıb. Əgər Nurandırsa mən səhvimi düzəldim. Maaşla zərbə qapı tirib. Şuram əmlə seyib. Aralarda qapı tirlərinin saydılar. Bravo Ayman. Sön. Emil sön. Emil. Uzun məsafədən zərbə, top qapıdan yan keçir. Her yerden vurun. Ağlasan Kazer, ağlasan. Gel. Kiminle Nurhan gel. Ahmet. Ay Ahmet. Biraz da gel kabağa. Gel. Ahmet. Orada vəziyyətmələr baş tutdu. Nuran və Emil Rızay meydan tərk edib. Bir qədər əvvəl potensial vəziyyətmədən bəhs etmişdim. Aslı ki, Musa Abdullazadə və Ümid Məmmədov artıq meydandadır. Bir qədər hücuma yeni nəfəs qatır. Aydın Ağatalımov. Yorulmuşsan? Əla. Musa. Oyna, ayarla sana Ahmet. Bir de yoldaş aç. Böyle. 10 Bir baştan verme. Ümid. Tamam. Hop, seni de. Bir tane top at oradan. Var. İyi bir. Toxunuş var idi. Korner izləyək. Oyuncunu koymuyorsun. Hesab 1-1'dir. Binə və təhsil oyununda aslında 1-1'lik bərabərlik var. Kenan Əliyev qapı qarşısına Asmanı yerinə yetirdi. Sol ayaqla indirilən zərbə Ayxan Sultanov idi bu. Top qapının üzərinə meydanı tərk edir. Oyna. Bravo. Tamam oyna. Bir
dənə top. Kenan top elini saxlamağı bacardılar. Alacaq. Hop hop. Evet. Ay balacaq. Nasıl gedirsən ora? Yusif Tamam. Bir tane var. Ağlasa. Ağlasa ne zaman ağla. Bir de. Köməklə də. Qabağa. Ortada oynayacağım. Musa gelme orada. Yusuf Əliyev aldadır bir rəqibini. Yusif bitirməsi keçmədi. Qarşıla Hakan. Hadi. Oğlum sana. Sakla. Burada daha bir vəziyyətmə baş tutur. Maqa Əsədzadə meydana daxil oldu. 19 əmrəli formuyla çıxış edir. Tələsmə Yusuf. Bravo Yusuf. Ağlasa. Kenan dəfədə keçid vermək istəmir. Səndə də kimə bax. At yeni itirildi. Musanın müdaxiləsi var idi. Əhməd Ağlasa ne zaman? Ağlasa başka yoktu. Bir de. Hadi bir de. ötürməsi keçmədi. Ümid korner. Kenan Əliyev topun arxasında yollandı. Küncdən zərbəni o yerinə yetirəcək. Təxmin olaraq iki hissədə son 3 dəqiqə yarım. Hepsi bir-birlik bərabəri var. Görə komandalar fasilədən öncə hesabı dəyişə biləcəklərmi, yoxsa sülh bağlayaraq ilk hissəni bitirəcəklərmi? Sol ayaqla indirilən zərbə Ayxan Sultanov idi bu. Keçdilər. Keçdilər də deyirəm, keçdilər. Bütün uşaqlar boşdur. Efendim sərbəst satışı elədi oyun. Bərpa olundu. Sürətli bakma. Kenan yenə müdafiədə klasikar rol oynadı. Keçilməz qala. Diaqonala doğru ötürmə. Bu ötürmə də yaxşı idi. Amma Yusuf Əliyev ötürməyə hazır deyildi. Sürətlənsə də, hərəkətlənsə də topa çatmaq mümkün olmur. Yaxdan zərbə olmalıdır. Ofisi bazada Judo Federasiyasında 10 yaşların duelində binə bir təhsil bir Məhəmməd Əsədzadə oyuna sürətli qatılıb. Kenan Əliyevdir bu. Kenan yayınır rəqibindən. Son əmrə bir qədər kör təbii idi. Oldu ses kapıya. Musa qarşıladı rəqibini orada. Kenan oldu zəmlələr. Kenan şən və inanlı mübarizəsi ilə fərqlənir. Əsədzadə rəqibi müdafiədən çıxarmaq istəmirdilər. Standart vəziyyət, amma bu sərbəst zərbədir. Sərbəst zərbədir, hansı ki, ədalət təmsilçisi mən bir qədər qərarını gözlədim, daha sonra sizin nəzərinizə çatdırıb. Müdafiəçi qapçıya ötürmə verdiyi üçün sərbəst zərbə qeyd aldı, amma təhsilin baş məqsədi etiraz edirdi ki, bu geri ötürmə deyildi. Mübarizə əsnasında uzaqlaşdırmaq həmləsi idi. Ən azı 2 toxunuş Yusuf Əliyev və Kenan Əliyev topun arxasında bir qədər də təftəşərqına bənziyir. Əsədzadə cinayətə mövqə tutub ötürmə gəldi, zərbə keçmir. Gel Hazar orta. Yana kalsın. Ne oldu? Abi! Sen de
Dəlli təpsi qapıdan zərbəni işarə edir. Musab. Yusuf Əliyev. Aldatma bazardır rəqimdə Yusuf. Paralellə doğru ötürmə vermək istəyirdi, alınmadı. Korner izləyək. İlk hissədə son həmlələrdir. Hansı ki, artıq ilk hissədə son dəqiqə də bitmək üzrədir. Son zəhdlər, son epizodlar. Fasilə öndə yollanmaq istəyir. Binə tərəfi. Yəqin ki, izləyənlər də mənə qatılar. Götün dəqiqələr ərzində hücumlarını kəsərlər. Həmlələrin sayı daha çox olan tərəf məhz Binə kollektivdə, amma işte bir-birlik bərabərlik var. Son bir əmil ola bilər Kənan Əliyev. Cinə doğru ötürmə. Üsvi düşündülər Yusuf Əliyev. Rəqibdən yanısa dardı, gəlmədi. Dəfədə sağda nəzər yetirdi və elə bu əmrlə də ilk hissəni bitirir. Hansı ki, fasiləyə təhsil və Binə komandalı bir-birlik bərabərliyə yollanır. Heç yerə ayrılmırıq. Fasilədən sonra yenidən bir yerdəyik.